Azərbaycan teatr sənətinə ağır itki üz verib. Ağdam Dövlət Dram Teatrının aktyoru, Respublikanın əməkdar artisti Tofiq Qarayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum dünən torpağa tapşırılıb. Onun səhnəyə hər çıxışı alqışlarla qarşılanırdı. Düşündürərkən güldürən, güldürərkən düşündürən bir sənətkar idi Tofiq Qarayev. Xəstəliyi ilə əlaqədar uzun illər səhnədən uzaqlaşmışdı. Təkcə sənətdən deyil, ailədən, cəmiyyətdən küsüb tənhalığa çəkilmişdi mərhum sənətkar. Amma nə teatr kollektivi, nə də sevənlər heç vaxt onu tək buraxmadılar. Elə onu son mənzilə yola salanlar da məsləkdaşları oldu. Mərhumla vida mərasimi Ağdam Dövlət Teatrında oldu. Onun son mənzilə yola salınması hamını göz yaşlarına boğmuşdu. Vida mərasiminə rayon icra hakimiyyətinin, idarə və təşkilatların işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri qatılıb. Mərasimdə çıxış edənlər sənətkarın ömür yolundan, onun Azərbaycan teatr sahəsində özünə məxsus tərzdə yaratdığı misilsiz obrazlardan söz açıblar. Bildirilib ki, Tofiq Qarayevin yoxluğu Azərbaycan teatr sənətinə ağır itkidir. Mən cavabımda həmişə deyirdim ki, bu adi adam deyil. Bu adi həyat yoldaşı deyil. Mən bunu həyat yoldaşı kimi yox, sənətkar kimi qorumaq istəyirəm. Çünki Tofiq Qarayev lazımlı bir aktyordur, lazımlı bir sənətkardır, xalqına lazım olan bir sənətkardır. Biri var aktyor, sənətkar, xalq artisti, əməkdar artisti. Tofiq Qarayev möhtəşəm bir sənətkarıdır, əvəz edilməz bir sənətkarıdır. Tofiq Qarayev xalqına lazımıdır. Mən həmişə istəyirdim ki, xalq onu tanısın, onu görsün, görsünlər ki, belə bir möhtəşəm sənətkar var. Tək Ağdam teatrı itirmədi Tofiq Qarayevin şəxsində. Bütün Azərbaycan teatr tarixində bir boşluq yarandı. Azərbaycan teatrı Tofiqin şəxsində müqtədir bir, mən bunu ürəkdən deyirəm, müqtədir bir aktyor itirdi. Ömrünün 60 ilini yaşadı. Ömrünün 60 ilində dünyasını dəyişdi. Amma insanların qəlbində qaldı. Neytlərin yaddaşında qaldı. Filmotekamızın fondlarında qaldı. Və onun dadlı dudu söhbətləri həyatda özünü insanlara sevdirməyi zaman-zaman uzun illər boyu davam edəcək. Və mən hesab edirəm ki, belə sənətkarlar ölmürlər, daimi yaşayırlar və insanlar tərəfindən həmişə sevilirlər. Xatırladaq ki, Respublikamızın əməkdar artisti Tofiq Qarayev 1952-ci ildə Ağdam rayonunda anadan olub. O, Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Mərhum uzun sürən xəstəlikdən sonra oktyabrın 26-sında müalicə olunduğu Ağdam rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib. O, Quzanlı qəsəbə qəbristanlığında dəfn edilib. Daşqın Güneyli, Ziya İsmailoğlu, Aysel Bayramova, Ağdam, Quzanlı.